Dəyərli Sahibə xanım, hörmətli baş nazir, millət vəkilləri və hökumət üzvləri. Öncə qeyd edim ki, Konstitusiya və Suverenlik ilində müzakirə etdiyimiz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatına dəstəyimi ifadə edir və səs verəcəyimi bildirirəm. Çünki bu hesabatda göstərilən uğurlar Cənab Prezidentimiz İlham Əliyevin çox səmərəli idarəçi keyfiyyətlərinin, düşünülmüş, bir-birini tamamlayan və bir-birini gücləndirən iqtisadi, sosial, hüquqi, humanitar, ekoloji siyasətinin uğurlu tətbiqinin nəticəsidir. Uğurların təməlində isə ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasi kursunun davamlılığının dayandığını qeyd etməliyik. Unutmamalıyıq ki, dahi rəhbərin uzaqgörən və müdrik siyasəti sayəsində ölkəmiz bugün azad, müstəqil və güclüdür. Hələ 30 il əvvəl xalqımız Heydər Əliyev zəkasının süzgəcindən keçən, dünyanın ən demokratik, tarixi reallıqlara uyğun, insana dəyəri bütün prinsipləri mərkəzində saxlayan konstitusiyasını qəbul etmişdir. Sosial dövlət prinsipinə əsaslanan Azərbaycan Konstitusiyası vətəndaşların rifahına yönəlib və vətəndaşın ləyaqətinin toxunulmaz olduğunu və dövlətin bu ləyaqətin qorunmasına cavabdehliyini qeyd edərək, onların sosial təminat hüquqlarını açıq şəkildə müdafiə edir. Hər bir vətəndaşın prezidenti olmağı qarşısına məqsəd qoyan cənab İlham Əliyevin apardığı məqsəd yönlü siyasət, suveren Azərbaycana şanlı tariximizin ən uğurlu illərini yaşatmaqla, onu bütün sahələrdə regionun, eyni zamanda dünyanın aparıcı dövlətinə çevirilib. Dünyada ən iri miqyaslı və mötəbər COP29 kimi tədbirin keçirilməsi də buna bariz nümunədir. Eyni zamanda Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi Azərbaycanın strateji və etibarlı dövlət kimi nüfuzunun artmasına xidmət etmişdir. Hesabatda təqdim olunan iqtisadi göstəricilər, əks olunan rəqəmlər, milli səviyyədə siyasi sabitliyin və təhlükəsizliyin qorunub saxlanması, möhkəmləndirilməsini ifadə etməklə, həm də iqtisadiyyatın inkişafını, xalqın mənəvi irsinin qorunmasını, dirçəlməsini də özündə ehtiva edir. Sosial-iqtisadi göstəricilər barədə çox danışmaq istəmirəm. Cənab Prezidentimiz də qeyd etdiyi kimi 2024-cü il iqtisadi inkişaf baxımından uğurlu il olmuşdur və Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir. Əgər dünya iqtisadiyyatının artım templərinə və inkişaf etmiş ölkələrin inkişafına, yaxud da tənəzzülünə nəzər salsaq, görərik ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib. Ümumdaxili məhsul istehsalının 2023-cü ilə nisbətdə 4,1% artımı, qeyri-neft sektorunda iqtisadi fəallığın təmin edilməsi, işğaldan azad edilmiş ərazilərdə yenidən qurulma işlərinin aparılması, bərpası və ölkə iqtisadiyyatına reinteqrasiyası istiqamətinə görülən işlər isə xüsusi qürur vericidir. Qeyd etmək istərdim ki, adam başına düşən ümumdaxili məhsulun həcmi, iqtisadiyyatın vəziyyətini, son nəticədə dövlətin, ordunun gücünü, əhalinin sosial vəziyyətini əks etdirirsə, onun strukturu, illik artımı və ümumdaxili məhsulla nisbəti isə ölkənin strateji hədəflərindən irəli gəlməklə dövlət siyasətini və iqtisadiyyatın inkişaf istiqamətini əks etdirir. Bu mənada sənaye sahəsinin ümumdaxili məhsulda payının 36%-ə çatması ölkəmizin inkişaf etmiş sənaye ölkəsi kimi güclənməsini əks etdirir. Turizmin 2023-cü ilə nisbətən 13% artaraq son nəticədə ümumdaxili məhsulda payının 2,4%-ə çatması və ölkəmizin beynəlxalq imicinin formalaşması və cəlbediciliğinin göstəricisidir. Bunu rəqəmsal sektor barədə də deyə bilərik. Profilimizə uyğun olaraq enerji siyasətinin həyata keçirilməsi haqqında da bir neçə kəlmə söz demək istərdim. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan enerji istehsalı və infrastrukturunun inkişafı sayəsində dünyada özünü əsas oyuncu kimi uğurla təsdiq edib, enerji ehtiyatlarını əhəmiyyətli dərəcədə inkişaf etdirib və şaxələndirib, regionun enerji təhlükəsizliyinə və sabitliyinə töhfə verib, ölkənin qlobal enerji birliyinə inteqrasiyasını təmin edib. Energetika sahəsində siyasətin uğurlu olmasının, qlobal strateji düşüncə və planlaşdırmaya əsaslanmanın bir sübutu da ondadır ki, Azərbaycan Aralıq dənizində qaz yatağının işlənməsi üçün yaradılan beynəlxalq konsorsiumda Chevron kimi bir nəhənglə bir yerdə iştirak edəcək. Biz də Milli Məclis üzvləri olaraq ölkədə aparılan bütün iqtisadi siyasəti dəstəkləyir, fəaliyyətimizdə hökumətin nəzərdə tutduğu işlərin həyata keçirilməsi üçün qanunvericilik bazasının möhkəmlənməsinə də çalışırıq. Hökumət üzvlərinin diqqətinə çatdırmaq istərdim ki, bir neçə gün öncə 3 mart tarixində
Hörmətli sədrimiz Sabir xanım Qafarovanın tövsiyəsi ilə Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsi olaraq enerji səmərəliliyi, nəticələr və gözləntilər mövzusunda hökumətin tərkibinə daxil olan aidiyyatı qurumların və elm adamlarının iştirakı ilə ətraflı ictimai müzakirə keçirdik. Prezident aparatını və Nazirlər Kabinetinin səlahiyyətli nümayəndələrinin bu müzakirələrdə iştirakı vahid dövlət siyasətinin, eyni zamanda hakimiyyət qolları arasındakı möhkəm işbirliyinin göstəricisi kimi qiymətləndirilməlidir. Nəfis şəkildə bizə təqdim olunan hesabatın son səhifələrində komitəmizin qaldırdığı 2024-cü ilin Yaşıl Dünya naminə həmrəylik ili olduğunu nəzərə alaraq ekoloji sahəyə diqqətin daha da artırılması, ekoloji fəlakət yaşayan Hacıqabul gölünün qismən və ya mərhələli şəkildə bərpa edilməsinə diqqətin yetirilməsi, kənd təsərrüfatı sahəsində əkin suyu ilə təminat sahəsində problemlərin aradan qaldırılması kimi məsələlərə diqqətlə yanaşıb həll etdiyiniz və cavablandırdığınız üçün isə Cənab Baş Nazir sizə ayrıca təşəkkür edirəm. Təmsil etdiyim Salyan rayonu üzrə problemləri burada səsləndirməyəcəm, sadəcə olaraq mətnə əlavə edib hökumətə təqdim edəcəyim. Hesabat mükəmməl hazırlayıb və bunun üçün Baş Nazirimiz Əli Müəllim Əsədova və hökumət üzvlərinə bir daha minnətdarlığımı bildirir, gələcək işlərində uğurlar arzu edirəm. Çox sağ olun.